Binə qəsəbəsində iki avtobusun toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən bildirilib ki, Binə savxoz ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə iyulun 24-də saat 8:00-dan etibarən 13 nəfər sabunçu tibb mərkəzinə, 9 nəfərsə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Kliniki tibbi mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Sabunçu tibb mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Digər 12 nəfərin vəziyyəti qənaət bəxş hesab edildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıblar deyə məlumatda bildirilir.